Yana xanım, işləriniz necədir? Nə yenilik var? Mən bildiyim qədər radioda da sizin layihəniz var. Bəli, bəli. Bəli, Best FM radiosunda həftə içi mən Agil bəyi də salamlayıram efir Biz də vasitəsilə. buradan salamlayırıq. Çox gözəl qardaşdır, radiomuzun rəhbəri, həm də gözəl insandır. Onun da sizə çoxlu salamları var. Hər zaman elə efirdən öncə bir söhbətimiz olur. Mütləq Kamran müəllimə söhbətimiz olur. Deyir ki, məndən çoxlu salamlarımı de və deyirsən sizin də orada müəllif verilişiniz olubdur. Çoxdan. Hə, çünki dedi ki, Kamran müəllimin də burada bir müəllif verilişi olubdur. Nə xoş bizə ki, hər birimiz o məktəbi keçirik. Yəni, radio həqiqətən də çox maraqlıdır. Yəni, ilk dəfədir mən radioda artıq aparacağım. Tariximizin imzası. Tariximizin imzası. Bəli, şəhidlərə və qazilərə vətən müharibəsinə aid bir verilişdir. Şəhid ailələrini dəvət edirik. Buradan şəhid ailələrini salamlayıram. Şəhid analarının əllərindən öpürəm. Vətən müharibəsi iştirakçıları da gəlir verilişimizdə mütəmadi olaraq. Yəni, onları da mütləq tanıtmalıyıq. Böyüməkdə olan O bizim borcumuzdur, bəli. Bir ömür boyu biz bunu etməliyik. Bəli, qazilər və şəhidlərə aid, yəni şəhidlər üçün yazarlar da gəlirlər, şiirlər, dastanlar, nağıllar, hekayələr yazan yazıçılar da verilişimizin mütəmadi olaraq qonaqları olur. Çünki onların da əziyyəti böyükdür, onlar da tanıdırlar şəhidlərimizi. Bəli, şəhidlər bizim